Olimpiada 10-cu sinif gəlin baxaq 5-ci sualın həllinə. Bizə verilibdir ki, deməli f0 bərabərdir 2-yə. Gəlin bizə verilmiş funksiyada f0 almaq üçün fikir verin. Burada x çıxaq 1 verilibdir mötərizənin içində. Deməli mən f0 almaq üçün orada x-in yerinə 1 yazmalıyam. f1-i hesablaya bilərəm. f1 bərabərdir 3 vurulsun f0 üstə gəl 2 böl 3-ə. Bərabərdir. Alarıq 3-də. f0-ın qiyməti 2-dir. 3-ə vurdum 6. Üstünə də 2 gələndə 8. f1-i tapdıq. İndi gəlin hesablayaq f1. Burada yuxarıda 1 alması üçün f-in yerinə 2 yaza bilərəm. f2 bərabərdir 3 vurulsun f1. f1-in yerinə necə yazıram? 3-də 8. Üstə gələ 2 bölə 3. 3-lər getsə alıram 3-də 10. Tapaq f3-ü. f3 bərabərdir 3 vurulsun f2. f2-nin yerinə 3-də 10 yazaram. Üstə gələk 2 bölə 3. 3-lər gedər. Alınar 3-də 12. Yəni 4. Tapaq f4-ü bərabərdir. Deməli 3 vurulsun 4 üstə gələk 2 bölə 3. Bu da eləyər 12, 14, 3-də 14. f5-i hesablasaq, f5 bərabərdir 3-də 3 vuraq 3-də 14, üstə gələk 2. Bu da eləyir bərabərdir 3-lər gedər 16, 3-də 16. f6 bərabərdir. Deməli 3-də 3 vurulsun 3-də 16, üstə gələk 2. 3-lər gedər 18-i 3-ə bölsəm 6. f7 bərabərdir 3-də 3 vuraq 6, yəni 18, üstünə də 2, 20. Yekunda bizdən f8-i istəyir. f8 bərabərdir 3-də, deməli 3 vurulsun 3-də 20, üstə gələk 2. Bu da eləyir necə? 3-də 22. Yəni A variantı. Aha, gəlin baxaq 6-cı sualın həllinə də. Deməli, bizə deyir ki, verilmiş bu tənlikdə ödəyən bütün x-lar üçün x ədədlərinin cəmini tapın. Aha, biz bilirik ki, birin üstü istənilən qüvvətində qiyməti 1 verir və yaxud istənilən ədədin 0-cı dərəcədən qüvvətdə 1 verir bizə. Yəni, əvvəlcə mən mötərizənin içini götürək, x minus 1-i bərabər eləyək 1-ə, çarpaz vursam x minus 1 bərabərdir 5-ə, x bərabərdir 6-ya. 6 köklərimizdən biri deməli 6 oldu. Həqiqətən 6-nın yerinə yazsaq, qüvvəti 1 alaraq mötərizənin içində, üstündə də 35. 1-in üstü 35 də 1-ə bərabərdir. Gəlin bir dəfə də dediyimiz kimi, deməli 1-in istənilən ədədin 0-cı dərəcədən qüvvəti də 1-i verir. Yəni, x kvadratın minus 1-i bərabər 0 götürək. Buradan x-a taparıq plus minus 1. Ancaq fikir verin, məxrəcimizdə x çıxaq 1 var deyə biz müsbət 1-i götürə bilmərik. Yəni, hansı kökü götürürük? Mənfi 1 halını. Bunların da bizdən cəmini istəyir, eləyir müsbət 5, yəni D variantı.